Bir uşaqda məsuliyyət yoxdursa, orada inkişaf dayanır. Çünki məsuliyyət hər hansı bir tapşırığı yerinə yetirmək deyil, daxili intizamın başlanğıcıdır. Uşağın otağını yığışdırması, geyimini özü seçməsi, səhər çantasını hazırlaması. Bunları əgər valideyn özü tək başına icra edirsə, uşağın beynində düşünmə, qərar vermə, planlama, ardıcıllıq kimi icra edici funksiyaları zəifləmiş olur. Və belə olan təqdirdə ondan daha mürəkkəb, düşünməyi tələb edən tapşırıqlarını gözləmək ədalətsiz olar. Uşağın gündəlik fəaliyyətində kiçik addımlarla özünün etməli olduğu işləri özü etdikcə, onda məsuliyyət, özünə inam hissi daha da formalaşır. Əks halda valideyn onun etməli olduğu işləri etdikcə o düşünəcək, mən bacarmıram. Və belə olan təqdirdə özünə inam, məsuliyyət hissi zəifləmiş olacaq və bu da getdikcə təlim motivasiyasına, təlim uğursuzluğuna gətirib çıxardacaq. Əslində uşaqlara fürsət vermək lazımdır. Otağını yığışdırsın, geyimini özü seçsin, çantasını özü hazırlasın. Belə olan təqdirdə uşaqda özünə inam, məsuliyyət, müstəqillik hissi formalaşmış olur. Valideynlər uşaqların əvəzinə deyil, onlarla birlikdə hərəkət etməlidirlər. Və belə olan təqdirdə məsuliyyəti uşaqlara ötürdüyümüz zaman uşaq inkişaf edir, onun beyni düşünür və hər gün daha da güclənir.